Sürücülük vəsiqəsinin olması o demək deyil ki, istədiyin avtomobili idarə edə biləsən. İlk növbədə gərək etibarnamə olsun. Azərbaycanda hələ Sovetlər dövründən tətbiq olunan bu qaydaya ehtiyac varmı? Tutaq ki, 2-3 yoldaş oturub, yaxud ata-oğul oturub, birdən o onun avtomobilini götürüb harasa getmək istəyir, vacib buna lazımdır. Deyir ki, avtomobili ver, mən gedirəm, tutaq ki, bir yarım saatlıq, 1 saatlıq hansı işit alınca, gələk bu gedən notarial qaydada onu rəsmləşdirə, sonra öz avtomobilini verək ki, onun dostu, yaxud kimsə sürsün. Yəni, əgər şəxs müraciət eləmirsə ki, mənim avtomobilim oğurlanıb, o halda yəni, qoy versin qohumuna, dostuna, yəni bunun notarial qaydada belə deyək, belə bir təsdiq olunması, belə etibarnamənin verilməsinin əhəmiyyəti nədir? Nəqliyyat vasitəsini idarə etmək üçün Sovetlər dönəmindən qalma etibarnamə sistemi ölkəmizdə hələ də mövcuddur. Əgər yaxın qohum və ya tanışı hər hansı bir şəxsin avtomobilini etibarnamə olmadan idarə edirsə, yol polisi bunu müəyyən etdikdə avtomobil cərimə meydançasına aparılır və nəqliyyat vasitəsi idarə edən şəxs 40 manat cərimə olunur. Sürücülər də birmənalı olaraq etibarnamə qaydasının ləğv olunmasının tərəfdardılar. Mən qardaşımın maşını sürmək üçün, bir gün sürmək üçün gərək gedəm davernus alım. Oğluma maşını bir gün, bir saata vermək üçün mən gərək gedəm ona davernus verim. Nəyə görə? Avropa və dünyanın inkişaf etmiş ölkələrində avtomobili idarə etmək üçün etibarnamə tələb olunmur. Ekspertlər düşünür ki, Avropa təcrübəsindən Azərbaycanda da yararlanmaq mümkündür. Bunun üçün qanuna yenidən baxılmalı və dəyişiklik edilməlidir. Rusiyada, Gürcüstanda, Avropa ölkələrində təcrübə belədir. Kimsə sükan arxasındadırsa, polis onu saxlayanda qeydiyyat şəhadətnaməsini göstərir ki, bu avtomobilin qeydiyyat şəhadətnaməsidir. Avtomobil də filan kəsindir, mən sürürəm. Burada ikinci sual olmur. Çünki hamı bilir ki, o avtomobilin öz mülkiyyətçisi əgər qaçırılıb, nə bilim, qanunsuz sahibliyindən çıxıb söhbəti olsa, polisə məlumat verərdi. Yəni, avtomobil axtarışda olardı və s. Etibarnaməsiz avtomobili idarə edəndə cərimə olunarkən sənədləşmənin necə olacağı ilə bağlı sual da yarana bilər. Dünya praktikasında cərimələr avtomobil sahibinin adına yazılır. Əgər qanun pozuntusunu o etməyibsə, məktubla müvafiq dövlət orqanına müraciət edir ki, avtomobilini cərimə olunan zaman başqası sürüb və cərimə onun adından çıxarılaraq həmin şəxsin adına yazılır. Yəqin ki, yaxın gələcəkdə Azərbaycanda da avtomobil idarə etməyə görə etibarnamə sistemi ləğv olunar. Pərviz Məsməliyev, Ceyhun Hüseynli, İTV Xəbər. Konstitusiya Məhkəməsi Gəncə şəhər məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib. Qərara əsasən nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub. İnzibati Xətalar Məcəlləsinin və yol hərəkəti haqqında qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi, yəni ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə yaxud rəsmi təfsir edilə bilməz.